Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi Samir Əliyev dünyasını dəyişib. Qafqaz İnfo bildirir ki, bugün infak keçirən Samir Əliyev xəstəxanaya çatdırılıb, lakin ona həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Samir Əliyev 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. 2016-cı ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Allah rəhmət eləsin. Cəlilabad rayon sakini bədbəxt hadisənin qurbanı olub. Hadisə Biləsuvar rayonunun Ovçubərə kəndində yerləşən təsərrüfat sahəsində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Günəşli kənd sakini 1984-cü il təvəllüdlü Əliyev Tofiq Allahverən oğlu ata mindiyi zaman yıxılıb və ayağı üzəngidə ilişib. Nəticədə at onu bir müddət sürüyüb və Əliyev hadisə yerində həyatını itirib. Mərhumun meyidi müayinə olunması üçün aidiyyatı üzrə ekspertizaya təhvil verilib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma aparılır.